Levengi pişireceğim. İzle. Toyuğu turşulamak ve acılamak lazımdır. Herkese salam. Cənub zonasından olan hər kəsi və ləvəngini gözəl pişirən xanımlarımızın, əsər xanımlarımızın əlindən öpürəm. Sonra isə videonu yerləşdirəcəm. Biləcəksiniz ki, bundan sonra danışdıqlarım hansı videoya aid. Bu qədər sosial şəbəkələr üzərində əməliyyatlar keçirilir. Bu cür halların qarşısı alınır, amma bir çoxları da bundan dərs götürülür. Söhbət bu aşağıda olan blogger, Səfər Sadır Rənadır. Ondan gedir. Hansı ki bir videosu çıxdı qabağıma. Güya ləvəngi pişirir. Nə bilim toyuğa şap vurur. İçini deyir dolduraq. Biz necə çox üzr istəyirəm hər kəsdən seksual hərəkətlər edərək birincisi yeməyi pişirəndə, mən başa düşürəm sən blogger ola bilərsən, yeməyi pişirəndə niyə yarıçılpaq adam yeməyi pişirir? Bu Toyuğu turşulamak ve acılamak lazımdır. Tuz, pul biber karıştırırıq. İçi götürürük ve içine soxuruq. Biraz da döşlerine soxmalıyıq. Yağlayaq. Peçkaya göndərək. bu bir. İkincisi ləvəngi yeməyi bizim cənub zonamıza aiddir. Cənub zonasında bizim nənələrimiz, orada olan xanımlarımız bu yeməyi hazırlayırlar və Azərbaycan milli mətbəxində xüsusi bir yeri tutur. Yeməyin təbliğatıdırmı, nə bilim, nəyin təbliğatıdır, mən başa düşmədim. Dindirəndə açıq-saçıq geyinib sinəsini, nə bilim, əslində görünməməli olan yerlərini çöldə qoyanda deyirlər ki, biz nə ediriksə bilirik, burada heç bir qeyri-qanuni bir şey yoxdur. Biz müasiri birincisi lütlənməklə ölçülmür. Bu bir. İkincisi qeyri-qanuni, məsələ qeyri-qanuni bir iş görürsünüz. Çünki bugünkü gün sosial şəbəkələrdə əxlaqsızlığı və qeyri-etik hərəkətləri təbliğ etmək, bu artıq düşünürəm ki, qaydaları pozmaqdır. Və yeməyi belə pişirmirlər. Bizim o cürə blogerlərimiz var. Və səndən də, bu xanımdan da daha yaxşı blogerlərimiz var. Gündəlik həyatlarını reklam deməzdim də çəkib storylərə qoyurlar və yeməklər də pişirəndə reseptləri öz izləyicilərindən bölüşürlər. Məsəl üçün, I am hungry, az, sonra Sauzan, Kamila Verdiyeva, mənim çox sevdiyim Kiva, Kifuş həmişə videolarında deyir və bir çox blogerlərimiz var. Bu nə deməkdir? Bu müasirlikdir. Müasirlik lütlənməklə deyil valla. Siz cavan nəsilə nə örnek olursunuz? Cavan nəsilə nəyə təbliğ edirsiniz ki, açın oravızı buravızı, tökün, kişilərə daha çox xoş gələcəksiniz. Mənim başım çıxmır. Dindirəndə də deyirlər müasiri və qeyri-qanuni heç bir iş görmür. İndi yarıçılpaq geyinib gəzmək, ələ nə bilim şampan alıb videolar çəkmək istəməyə başlayırız. Alt paltarını, çöl paltarı kimi geyinib çıxmaq gözəl izləyicilər müasirliymiş. Biz bunu bilmirmişik. Görün, axırımız hara gedir və ləvəngini pişirəndə belə şahbaldada seksual hərəkətlər ilə pişirmək lazımıymış. Rencik, onu tövsiyə edir hər kəsə. Sonra da deyirik ki, cavanlarımız, yeni gələn nəsil, bizdən sonra gələn gənclərimiz pozulurlar. Elə ona görə də elə hamı özünü istəyir ki, açsın, töksün və rahat həyata qovuşsun. Nə deyim valla? Levengi pişireceğim. İzle. Toyuğu turşulamak ve acılamak lazımdır. Tuz, pul biber karıştırırıq. İçi götürürük ve içine soxuruq. Biraz da döşlerine soxmalıyıq. Yağlayaq. Peçkaya göndərək.